Samir. Mən bayım, mənim atamı öldürüb. Mən ondan qısasımı almalıyım. Ata deyirlər ki, Rəvan Bakıya gəlib. Bu doğrudur. Aslan, o məsələ araşdırır. Hələ Rəvan'da bir xəbər yoxdur. Ata o dediğim məsələni araşdırdım. Rəvanla Varzunu şəhərdə görüblər. Tura doğru xəbərdir bu. Bunlardan açıqla yaşırlar. Bəs bir də bunlar gəlirlər. Tutar hazırlar. Bir həftəyə inşa edirik. Qan yerdə qalmaz. Samir, sağ əlimsən deyə böyük işlərə girişmə. Yaxşı mı? Bu kadar böyümsən sən atama dediğin sözlərə bax ana. Yaxşı, Fəqan kişi, bəsdir. Tural, sən də atayla çox dirəşmə də. Sən şu süngən danışın. Mənə ağıl öyrədir burada. Ayrıca mən qərar verdim, bitdi. Bu nikah bizim gücümüzə güc qatacaq. Ne danışıqdır mənə danışırsan? Sən mənim sağ əlimsən deyə böyük söz danışmalısan. Arzu etməni belə danışa bilmir. Sən kimsən? Mənim adım Samirdir, Rəvan. Və bunu sən çox gözəl bilirsən. Uşaq vaxtı məni yanına götürüb saxlamısan deyə, o demək deyil mənə hər sözü deyə bilərsən. Şey babacan küçük ol. Sevim ki mənə darvazına gedər. Yoxsa sənin bəqağı da bir kəsər. Fəqan ki, çok almadın beni. Bunlar da iki senin. O da olmuşsan. İnsan hiç öldüğünü dostunun. Oğlun tanımaz. Abi sənsə? Yok arzu benim. Benim adım Rəvandır. Atamı öldürəndə məndən uşaq idim. Necə öldürə bildin atamı? Necə qıydın ona? Bax bilmədiyin şeylər var. Nədir bilmədiyin şeylər? Atamı sənin qardaşın görməsi? Ya da səni atamı gözünün qırpmadığı kimi öldürməyin? Nədir? Nədir bilmədiyin şey? Atamla düzgün danış. Şərəfsiz sənsə. Ananın günahı yox idi. Şərəfsiz elə sənin atam idi. Hey, mənə bax. Sənin cilvi kəsərəm amma mənə. Mənim atam, sənin atandan qeyrətli kişidir. Elə eləmə ki, səni keçmişi yada salır. Eşitdin? Sözün babamın gəlsə, bu sənin son sözün olacaq. Elədən mən yenə. Bu iş burada bitməyir. Yüz qarası. Gelin çıxma bana.
Ata, bizi buraya yığdın, amma heç nə özün danışmırsan. Bu rəvanda səs soxu yoxdur. Onlar adım atmamış, biz onları bitirməliyik. Tural, bu gün sormazlar görüş, artıq adım atmağın vaxtıdır. Üstəm üçün danışmışam, yaxın vaxtlar gəlir Azərbaycana. Nişana az qalıb. Ata, neçə dəfə deyim? Mən bu qızla danışmayacağam. Neçə dəfə deyim bu? Bizim dünyamız ayrıdır. O dünya pərəs xəyal bir qızdır, mən isə sənin oğlun. Onu mən bədbəxt eləyəcəm. Bədbəxtlik, bizdə xoşbəxtlik yoxdur Tural, bizdə güc var. Ayazovların torpaqları, torpaq sahələri bizlər üçün vacibdir. O qız sadəcə bir körpüdür, sən o körpüdən keçəcəksən. Vəssalam. Rəvan, mən qorxuram. Fəqan çox gözəldir. O vaxt atamızı necə sildi, bizi də elə silər. Gəl, geri qayıdaq. Qayıtmaq yox Arzu. Biz bura qaçmağa deyil, can almaya gəlmişik. Atamızın yerdə qalan qanı, o qədər itirdiyimiz illər. Sən bilsən nə? Ən yaxşı çıx get otelə. Sən burada dinada daha da mənə əsəbləşdirirsən. Rəvan bəy, Arzu düz deyir. Amma qorxmaq lazım deyil, öldürmək lazımdır. Biz nəyə gözləyirik? Turalı tək tutub işini bitirək də. Sonra sıra Fəqan və Aslana gəlsin. Sənin də işin peşən ancaq öldürməkdir. Ölmək asandır. Amma mənim istəyim bilirsən nədir? Onu hər gün öldürmək. O Fəqan utansın, biyabır olsun və adam içinə çıxa bilməsin. Sənə dedim sözümü. Bir də mən Solmazla danışmayacağam. Bu ailənin gələcəyini mən qoruram. Sən kimsən ki, bu sözünsə söz deyirsən? Aslan, sən nə üstümsən? Qardaşıq başa sal. Duyğular ancaq zəif adamlar üçündür. Duyğular? Duyğular həyata. İnsanı zəiflədir. Məsələn, sevdiğin birini itirmək qorxusu necə bir histir? Sən bilirsən? Səbir? Nə səbir? Sən Moskvada belə deyildin. Bəlkə sənin ürəyin yumuşalıb. Mənim ürəyim buz kimidir. Məndə bir problem yoxdur. Amma nəsə sənin gözlərində bir şübhə görürəm. Davranışların məni biraz narahat edir. Elə bil ki, mənim yerimdə olmaq istəyirsən kimi gəlir mənə. Sanki mənim qərarlarım səni narahat edir. Rəvan bəy, siz bilirsiniz, mən sizin qardaşınızam. Mən sizə görə canımı verərəm.
sadəcə ləngiyirik, ona görə deyirəm. Və vaxt itirməyək, ləngiməyək, Fəqanın yerini öyrənməliyik. Bugün onun evində zəlzələ olacaq. Bunu unutmayın. Və sən Solmazın yerini öyrən. Və bugün onu qaçırmalıyıq. Bugünkü işimiz baba olacaq. Oldu Rəvan bəy, öyrənəcəm. Sən gözlə. Ölümün az qaldı Rəvan. Nə demək istəyirsən? Vacib zəng gəlir. Alo, kimdir? Aslan necəsən? Ata-anamıza yola gedirsən. Sən kimsən? Mənim nömrəmi hardan tapmısan? Mən bir dostum, Aslan. Sən məni boş ver. Sən hələ de görüm, Aysel'in qəzada öldüyünü düşünürsən hələ. Yazıq qız, yolu keçərsən maşın vurdu, hə? Amma hələ də təəssüflər olsun ki, maşının sürücüsü tapılmır. Səncə bunun səbəbini düşünmüsən heç? Aysel ölməmişdən qabaq Fəqanın yanına gəlmişdi. Fəqan Aysel'i çağırdı və dedi ki, sən mənim gəlinim olmağa layiq deyilsən. Aslandan uzaq ol dedi. Aysel cavabında atana dedi ki, Aslan özü istəsə mən ondan ayrılaram. Bu sizin istəyinizlə olmur. Bu söz tabii ki, Böyük Fəqan bəyi dəliyə göndərdi. Və 2 gün sonra Aysel'i maşın bulur. Sizcə bu təsadüfdür? Mənim atam elə şey eləməz. Ayrıca mən səni tanımıram. Necə inanacam sənə? Hə? Sənə Fəqanın öz adamı ilə telefon danışığını göndərəcəm. Yaxşıca qulaq asasınız. Ayrıca unutma, öz arvadın gözün qırpmadan öldürən birisi sənin sevdiyin qızı öldürə bilməz bəyəm. Aslan, mən sadəcə həqiqət. Mən istedim. Görüşərik. Alo. Alo. Adboy verdi, ayda. Səs atdı, indi baxın biləcəm. Görəm elədi, yoxsa yox. Bu gün o Aysel ölməlidir. Amma elə edin, Aslanın heç nədən xəbər olmasın. Qəza kim göstərin? Sen benim sevdiğim kızı necə öldürə bildin, hə? Sen bunu necə edə bildin? Artık sen benim atam yok.
Mənim düşmənimsən Fəqan. Ölümün mənim əlimdən olacaq. Qan. Sənin Əzrailin mən olacaq. Mən olacaq Fəqan. Allo. Hardasan? Təcili sənə konum atıram ya bura. Tez ol. Siz yanı mən biləm sizə nə oyun oynayacaq. Qorxması olmaz. Məndən sənə zərər gəlməz. Məni niyə öldürmüşsən? Gözləyirsən ki, atam sənə pul versin. Pul? Pul mənə lazım deyil. Sən mənə lazımsan, çünki sən mənim sığortamsan. Amma məndən qorxma. Məndən sənə zərər gəlməz. Mən Fəqan deyiləm. Sən ondan da betərsən. O heç olmasa özünü gizlətmir. Sən isə xilaskar rolunu oynayırsan. Bəlkə də. Amma bilmədiyin çox şey var. Və narahat olma. Konu atmışam. Birazdan Tural gələcək. Səni xilas etməyəm. Sən ruhi xəstəsən. Qisas almaq səni bitirəcək Fəqan. Olmaz. Gözlərin anamın gözlərinə bənzəyirdi. O da qorxanda belə baxardı. Amma geri çəkilmirdi. Aləm bilirsən belə işlərlə məşğul olduğunu. Məncə bilsələr, sənin kimi oğlu olmasına utanarlar. Olmaz, ailəm yoxdur. Bir tək qardaşım var. Fəqan atamı öldürdü. Və indi bil ki, niyə bu yoldayam? Bu sadəcə qan davası deyil, olmaz. Bu yetim qalan bir uşağın intiqamıdır. Buyurun Aslan Bay, məni çağırmışdınız. Hoş geldin Mikail. Sen bilirsən, mənim ən güvəndiyim adamsan. Və ona görə sənə işin düşür. Bu Aysel'in ölümü hatırlıysan ha onu? Aysel'in ölümünü etraflı araştır. Gör onu vuran o sürücü Həridardadır. Tapabilirler. Narahat olmayın, dediğiniz kimi araştıracağım. Amma o məsələ bağlanmışdı Aslan bəy.
Ne oldu məsələn yenə açdı? Tamam dediklərimi elə. Mənə artıq sual vermə. 2 ay. Başa düşdün? Məni səhv başa düşməyin. İşinizə qarışmaq istəmirdim. Sadəcə bir dost məsləhəti vermək istəmişdim sizə. Bu sözünü biz hələ də tapa bilmirik. Sanki adam qeybə çəkilib, yoxdur. Qulağıma bəzi şeylər çatıb. Görüm doğrudur, yoxsa yox. Get. Mənə mütləq xəbər et. Yaxşımı? Rəvan bəy, Tural gəlib, arxa qapıdan çıxaq. Mən gedirəm, olmaz. Və hər şey üçün məni bağışla. Və istəməzdim ki, səninlə belə tanış olaq. Rəvan bəy, işkin sırasıdır, çıxaq artıq. Bu gün Aysel ölməlidir. Amma elə edin, Aslanın heç nədən xəbər olmasın. Qəza kim göstərir? Salam yenə qəlb ağrım və salam taleyimə. Xoş gəldin yenə qaranlıq otağıma, gecəm yenə bölündü ikiyə. Yuxu haram oldu gözümə, demədinmi o məni unudar deyə. Sən gedəndən ürəyimdə qurduğum müharibə bitmədi niyə? Fikirlər beynimi didir, sükut belə adını pıçıldayır. Sensizliyə and içmişəm, bu həsrətin sonu gəlmir, uzanır. Dil açıb danışır içimdə sönməyən o göz yarası. Səni itirdiyim gündən bəri ürəyimdə yaz havası. Göylərə baxıram, bəlkə bir işıq düşər deyə. Amma yoxluğun cənnət deyil, yanmaqdır hər gecə. Adını çəkmək belə içimdə fırtına qoparır. Sən gedəndə təkcə sən yox, içimdəki məndə dağıldı yar. Ah mənim taleyim, ah mənim taleyim, ah mənim taleyim. İnsan atası sevdiğini öldüren mi? Ama benim atam Fegan benden sevdiğim kızı aldı. Onu sen yanına bırakmayacağım Fegan. Senin Aysel'in intikamını alacağım ama ağlına çekilemezsin asla. Fegan'ı bitirmenin tek bir yolu gerek Revan'la işbirliği yeriyim. İstemezdim ata sana xəyanət edim, amma
Amma sən Ayseli öldürərək məni də diri məzara qoydun. Fəqan! And ola sənin canını mən alacam Fəqan. Aysel'in amını səndən alacam. Gözlə məni Rəvan. Gözlə gəlirəm. Sənə Fəqanı verəcəm Rəvan. Olmaz yaxşısan. O Rəvan sənə heç nə etmədi. Tural, narahat olma, yaxşıyam. Mən belə şeylərə onsuz da çox öyrəşmişəm. Özün bilirsən də mənim atamın işlərini. Sənin bura gəlməyinə heç ehtiyac da yox idi. Mən onsuz da buradan özüm gedə bilərdim. Tural, bir-birimizi aldatmağın heç yeri yoxdur. Onsuz da bilirik ki, ya mən səni sevmirəm, ya da sən məni sevmirsən. Yəni, bilirik ki, atamın istəyinə görə bu nişana hə demirsən. Mən də atamın sözündən çıxa bilmirəm. Ona görə də səndən məcbur nişanlanacağam. Amma mən buradayım. Hər şey yaxşı olsun. Aslan, əlini qolunu sallayıb hara girirsən? Deyəsən atom məkanı ilə səhv salmışsan buranı. İstəyirsən sənə yolu göstərim. Get sahibə demə ki, Aslan gəlib. Özündə çox danışma. Tez ol. Səsküylü gəlişləri sevirsən Aslan. Geç otur görüm dərdin nədir. Sən də atan kimsən Aslan? Məni atamla bir daha müqayisə etmə Rəvan.
Aslan, gözlərindəki bu atəş çox tanış gəldi. Nə olub denən görək. Deyəsən Fəqan səni incidib. Fəqan olsa ki, işi, peşəsi hamını incitməkdir də. Fəqan mənim həyatımı bitirdi. Sevdiyim qızın qatili. Sevdiyim qızın qatili mənim atam imiş. Sən bilirsən bu nə deməkdir? Rəvan, mən indi səni çox gözəl başa düşürəm. Sevdiyi birin itirmək nə demək bir şeydir. Aslan, düşmənimin oğlu olsan da, amma sənin bu halıva çox pis oldum. Yaxşı indi, dərdini denən görə, niyə gəlmirsən bura? Nə olub? Sənə bir təklifim var, Rəvan. Fəqan artıq mənim atam deyir. Birbaşa mənim düşmənimdir. Fəqanı bitirməkdə sənə kömək edəcəm. Amma bu köməyin əvəzində bir şərtim var. Əslində təklifi çox bəyəndim. Bunun qarşılığında olan şərtlər nədir? Rəvan bəy, bugün sahibini satan köpək sabah çox sümük verən olsa bizi də satar. Ona dəqiq güvənək. Sən deyəsən qapılarda çox köpəklik eləmişsən. Biz sənin kimi sevdiklərimizi düşmənin qabağına atmırıq, Aslan. Rəvan, nə vaxtdan sənin yerinə adamların danışan olub? İtlərə sahib çıx. Sən sakit ol. Samir mənim qardaşım kimidir. Onun yerində bir başqası olsaydı, çoxdan dilini kəsmişdim. Samir, sən də ki, mənə ağıl öyrətmə. Get işinlə məşğul ol. İndi sən də görən, şərtin nədir? Bayaqlarım demişdin. Davamında da görə nədir şərtin? Fəqanı özüm öldürəcəm. Ayselin qisasını mütləq almalıyam. Hər nə qədər istəməzdim ki, ata qatil olum, amma buna məcburam. Amma Ayselə elədilən düşünəndə dəli oluram, Rəvan. Unutma ki, Rəvan mənimdir. Amma bir güllə də sən sıxarsan. Yaxşı, razıyam.
İndi planın nədir? Nə edək? Soğumazda ki qaçırmışam. Bundan Fəqan kişi xəbər tutsa, it kimi quduracaq. Fəqan da ki bilirsən, tək düşündüyü bir şey var. Şərəfi və etibarı. Bilirəm. O şərəf və etibarın bu həyatda oğullarından çox düşünür. Yaxşı, bəs sonra qızı öldürəsən? Qızı bilirsən də yəqin ki, Ayazovların qızıdır. Çox qüdrətlidir Ayazovlar. İndiki vəziyyətdə Rüstəm kişini düşmən olaraq məncə qarşımıza almayaq. Hələ ki Fəqan bizə bəs eləyir. Bilirəm hamısını, nəyi öldürməyi. İntiqamın da, savaşın da bir ədəbi var, ərkanı var. Bizim aləmdə qadınlara, uşaqlara heç vaxt güllə atmarıq. Bu bizə yaraşmaz. Əlavə olaraq da ki, sən atanla məni səhv salma. Mən insanam. Və birazdan Turala konum atacağım. Gəlsin qızı qutarsın, görüm necə qutarır. Və bu Fəqan üçün bir başlanğıcdır. Hələ onu qarşıda çox oyunlar gözləyir. Görəcək o, görəcək. O zaman bu işbirliği hər ikimizə xeyirli olsun Rəvan. Xeyirli olsun. Sənin üçün də, mən üçün də. Şah və mat. Oğlunsa düşmən lazım Fəqan. Hər şey istədiyim kimi gedir. Kırravanla aslan silahdır. Təpiyi çəkər, sonda mən olacam. Ailəmin intiqamını səndən alacağım. Tam başı gəlməyəcəkdən Rusiyada. Alo. Sən mənim gəlimi necə təsəvvür qaçırsan? Həyatımda bir qulaqlı bir olacaq. Hə? Bu hərəkətlə bir qarşı verəcəm mən. Arzu hardadır? Səs gəldi. Mənim sizə sözdür. Harda olacaq? Əlbəttə ki, məramdadır. Səni öldürəcəm Fəqan. Mənim qardaşıma zərər dəysə var ha. Alo.
Alo. Samir buraya gel. Buyurun Rəvan bəy. Samir, sənə demədim ki, mən qardaşını aradım qoy. Fəqan qaçırdım onu. Arzu bəy qorumaq istəmədi. O səbəbdən adamlar geri qayıtdı. Sən deyəsən burada kimin lider olduğunu unutmuşsan. Arzun istəməyin nədir bəyəm? Hara adam qoyaram, hara adam qoymaram deyə. Gel aslan çağır bura. Və hər yerə də səs sal. Arzunu tapıb gətirsinlər bura. Baş üstə. Rəvan nə olub? Tez məni görmək istəmirsən. Nəsə bir problem var? Nə olacaq ki? Sənin atan mənim qardaşımı qaçırdı. Təcili mənim qardaşımı tapmaq lazımdır. Narahat olma. Fəqanın işi sənnəndir. Arzu heç bir şey etməz. Sən onun gəlini qaçırtmısan. O da ağlı sıra səndən intiqamı almaq istəyir. Klassik Fəqanın hərəkətləridir də. Qoy mən Arzunu tapım. Mən intiqamı bilirəm necə alacam. Sən isə atamdan soruş. Gör atam bilir mi Arzunun yerini? Rəvan bu qədər iş vaxtım. Heyif, inan axsan olacaq. Hər kəs ondan şübhələnəcək. Əlvida Rəvan. Alo, her şey hazırdır. Lan. Öz oğullarını sənin səbəbsiz yerə arvadının səbəbsiz yerə arvadını öldürməyini biləndən sonra görək sən nə edəcəksən? Həqiqətən də maraqlıdır. Hələ oyun yeni başlayır. Fəqan, edəcəksən. Oyun yeni başlayır Fəqan.